bir səhifələrindən birini təşkil edir. 28 may müstəqillik gününə həsr olunur. Bu hadisə nəinki Azərbaycan xalqı üçün, bu bütün müsəlman şərqində baş verən çox böyük tarixi dönüş nöqtəsi idi. Gəlin bir tarixə nəzər salaq. 1918-ci il 26 may Azərbaycan Respublikasının və daha doğrusu Zaqafqaziya Seyminin iclasında milli bir şura yaradılır və ertəsi gün həmin şuranın 44 nəfərdən ibarət olan Azərbaycanlı deputatlardan ibarət milli şurasını qeyd edirlər və həmin milli şuraya sədr Məmməd Əmin Rəsulzadə seçilir və 26 deputatdan ibarət olan Azərbaycan deputatları daha sonra İstiqlal bəyannaməsini imzalayırlar. Məmməd Əmin Rəsulzadə, Əlmərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Əliağa Şıxlinski, Yusif bəy, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Əli bəy Hüseynzadə, Səməd bəy Mehmandarov və digərləri məhz bu müstəqilliyin səbəbkarları idi. Müstəqillik azad olmaq deyil, müstəqillik azad yaşamaq, azad düşünmək, azad yaratmaq haqqı idi. Məhz 1918-ci il 28 may Azərbaycan Xalq Cümhuriyyəti özünün müstəqilliyini elan edir. Və həmən tarixdən sonra Azərbaycan Xalq Cümhuriyyəti bütün xarici ölkələrə radio, telegram göndərir və bu müstəqilliyi açıq elan edir. Həmən ildə dövlət dilimiz, Azərbaycan dili elan olunur. Ümumiyyətlə, bu tarix Azərbaycan üçün, bütün müsəlman şərqi üçün çox böyük əhəmiyyət kəsb edirdi. İlk demokratik, parlamentli bir dövlət yaranmışdı. Və məhz həmən tarixdə Azərbaycan qadınlarına seçki hüququ verilmişdi. Bu isə Avropa ölkələrindən qat-qat əvvəl baş verən hadisə idi. Bu deməkdir ki, Azərbaycan daim qabaqcıl, tərəqqipərvər insanlarla zəngindir. Məhz bu dönəmdə, Azərbaycan Xalq Cümhuriyyətinin dönəmində milli atributlarımız, dövlət bayrağımız, himnimiz, gerbimiz yaranır. Eyni zamanda milli valyutanın da yaranması haqqında əsasnamə qəbul edilir. Hətta Bakı Dövlət Universitetinin yaranması da bu ilə təsadüf olunur. Elm və təhsil sahəsində böyük inkişaf baş verir. 100-dən artıq tələbə xarici ölkələrə təhsil almağa göndərilir. Hansı ki, bu tələbələr daha sonra millətin maariflənməsində mühüm rol oynamışdılar. Müstəqillik çox çətinliklə qazanılır. Müstəqilliyi əldə saxlamaq da bir o qədər çətin və məsuliyyətlidir. Bizim müstəqilliyimiz əbədidir. Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyəti çox az bir müddət, 23 ay cəmi ömür sürür. Çox əfsuslar olsun ki, 1920-ci il aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayır. Amma xalqın iradəsi, istiqlal arzusu heç zaman azalmır, əksinə yüksəlir və 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini qazanır, əldə edir. Ölkə başçımız, mühtərəm Prezident İlham Əliyev 2018-ci ili bildiyiniz kimi Azərbaycan Xalq Cümhuriyyətinin ili elan etmişdir. Məhz bununla bağlı olaraq həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda dəfələrlə
böyük mötəbər tədbirlər keçirilirdi. Və çox maraqlıdır ki, dövlət başçımızın 2021-ci il oktyabrın 15-də sərəncamına əsasən məhz 28 may Respublika günü kimi yox, artıq müstəqillik günü kimi qeyd olunur. Çünki Prezident Azərbaycan Xalq Cumhuriyyətinin varislərinin olduğunu elan edir. Əziz şagirdlər, bugün siz burada şagird qismindəsiniz, amma gələcəkdə siz bu dövlətin sənət adamları, dövlət xadimləri, böyük bir insanlar olacaqsınız. Müstəqilliyimizi qorumaq, onu yaşatmaq, göz bəbəyi kimi qorumaq sizin müqəddəs borcunuzdur. Biz çox güclü, inamla addımlayan bir dövlətdə yaşayırıq. Necə ki, bu dövləti yaratmaq, bu müstəqilliyi yaratmaq çox böyük məsuliyyət və əziyyətlə başa gəlibsə, deməli onu qorumaq da, bu ənənələri yaşatmaq da bizim üçün çox vacibdir. Mən çıxışımı Məmməd Əmin Rəsulzadənin çox məşhur ifadələri ilə sonlandırmaq istəyirəm. Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, ey şanlı Azərbaycan. Təşəkkür ederim. Üzeyir Hacıbəyli, Koroğlu Operası, 2-ci pərdədən rəqs. İfa edir 5-ci sinif şagirdi Hümmət Ziya, müəllim Samir Əsədli, konsertmeyster Sevinç Kərimova.
Azərbaycana gəlsin. İfa edir 3-cü sinif şagirdi Əhmədsoy Şəhanə. Müəllim Atəş Qarayev. Konsertmeyster Sevinç Məmmədova. Fikrət Əmirov, Min bir gecə baletindən fraqmentlər. İfa edir 8-ci sinif şagirdi Məmmədli Nazənin. Müəllim Şahnaz Muradova. Konsertmeyster Sevinç Kərimova.
Riyazi, Qartalı, İfadə 5-ci sinif şagirdi Əhməd Şəhər. Müəllim Məturat Əhmədov, konsertmeyster Sevinç Tərim. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz talihimizin sahibiyik. Bilirsiniz, bunun için, yalnız bunun için aylarla əziyyət çəkmiyorlar. İllərlə əziyyət çəkmiyorlar. İllərlə ac qalmıyorlar. Məhz bunun için. Çünkü əsrlər boyu bizim ulu babalarımızdan
indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıqdır. Mən Tofiq Bakıxan, Xəzər Balladası baletindən Neft Fəvvarəsinin rəqsi. İfa edir 5-ci sinif şagirdi Nuraylı Fərhad. Müəllim Nəbi Quliyev. Konsertmeyster Səvinç Kərimova. Fikrət Əmirov, Məhəbbət rəqsi. İfa edir 3-cü sinif şagirdi Nurullayev Əli. Müəllim Yusif Əlizadə. Konsertmeyster Mətanət Nurullayeva.
Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 may müstəqillik günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşının qürur günüdür. 106 il əvvəl şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar dövlətçiliyimizin möhkəmləndirilməsinə hesablanmışdır. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyən Azərbaycan 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etdi. Bununla Azərbaycan Respublikası müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşsə belə, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz xilas olaraq sabit inkişaf yoluna qədəm qoydu. Zəfərlə nəticələnən 44 günlük vətən savaşı, torpaqlarımızın suverenliyinin tam bərpası, ölkəmizin əldə etdiyi ardıcıl nailiyyətlər, xalqımızın iradəsi, ordumuzun şücaəti və bu xalqın yenilməz lideri Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Bu tarixi gündə ölkəmizin ərazi bütövlüyünün qorunması naminə şəhid olan qəhrəman övladların unudulmaz xatirəsini azadlıq qurbanlarımızla yanaşı ehtiramla yad edirik. Qoy vətən övladlarının canı, qanı bahasına çətinliklərlə əldə edilən müstəqilliyimiz əbədi olsun. Üzeyir Hacıbəyli, Trio Aşıq Sayağı ifa edirlər Musafazadə Mələk, Şirinova Aylin, Qədimzadə Malik, bədii rəhbər Əliyeva Hökümə.
Oqtay Kazımov, Vətən Gözəl. İfa edir 2-ci sinif şagirdi Əliyeva Lala. Müəllim Lalə Hüseynova. Müşahidə edirlər tarda Nəbi Quliyev, kamançada Elnur Məmmədov. Azizim Şirvan güzel, bir güzel Muğan güzel. Azizim Şirvan güzel, bir güzel Muğan güzel. Bu güzel vətənimdə güzeldir həyat güzel, güzeldir həyat güzel. Bu güzel vətənimdə güzeldir həyat güzel, güzeldir həyat güzel. Dağları qara güzel, bağları qara güzel. Dağları qara güzel, bağları qara güzel. Dumanı ağlamasın, çayın narı güzel, güzeldir həyat güzel. Dumanı ağlamasın, çayın narı güzel, güzeldir həyat güzel. Şuşada bülbül güzel, Şəkidə mingül güzel. Şuşada bülbül güzel, Şəkidə mingül güzel. Naxçıvanda Bağdabad, Gəncədə gülgül güzel, güzeldir həyat güzel. Naxçıvanda Bağdabad, Gəncədə gülgül güzel, güzeldir həyat güzel. Dağım aradı güzel, kayım çamadı güzel. Dağım aradı güzel, karım çamadı güzel. Naxçıvanda Bağdabad, Gəncədə gülgül güzel, güzeldir həyat güzel. Naxçıvanda Bağdabad, Gəncədə gülgül güzel, güzeldir həyat güzel. Güzeldir həyat güzel, güzeldir həyat güzel. Güzeldir həyat güzel, Azərbaycan gözəl. Tariximizin ən ağrılı, amma eyni zamanda da ən ümidverici səhifələrindən biri də 1920-ci ilin 28 mayıdır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı və xalqımız azadlığını itirdi. Lakin bu süqut yalnız siyasidir. Çünki istiqlal düşüncəsi xalqın yaddaşından heç vaxt silinmədi. Repressiyalara, təzyiqlərə və qadağalara baxmayaraq, millətimizin içində azadlıq eşqi daima yanmağa davam etdi. O rus sürgünlərdə də yaşadı. Qələm adamlarının əsərlərində, xalqın dilində söylənən nəğmələrdə də yaşadı. Unutmayaq ki, azadlıq bir gün qazanılan yox, hər gün qorunan bir dəyərdir. Bu azadlığı isə yaşatmaq hər birimizin borcudur. Hakikat barınacak, azatlık esası, birleşmiş milletler prensibi ve insan haklarının son taraftarı gelecektir. Bu marifiyet milleti, bizim istiklal günü altında ünleyen Erbil Sefendim'de 1928 Mayıs günü yeniden doğacaktır. Biz azadıq, biz müstəqilik, biz sərbəstlik. Biz heç kəsdən asılı deyilik,
biz özümüz öz talihimizin sahibiyik. Benim için öz hayatımdan, öz canımdan artık Azerbaycan'ın müstəqilliyini korumak, onu saklamak, onu ebadet etmek. Azərbaycan öz dövlət müstəqilliyini elan etmişdir. Bildiyiniz ki, mənim təşəbbüsümlə bizim milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib və mən hesab edirəm ki, bu düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur. Çünki bizim üçün əsas müstəqillik bayramı 28 may günüdür. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Üzeyir Hacıbəyli, Arazvarı ifa edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kvinteti. Bədii rəhbər Hökümə Əliyeva. yenidən qurdu, iqtisadiyyatda sabitlik yaratdı və Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi təkcə siyasi deyil,
hərbi, iqtisadi və mənəvi cəhətdən də güclənmiş vəziyyətdədir. Azərbaycan xalq rəqs ritmləri ifa edir Zəfər Sədaları ritm qrupu. Müəllim Çingiz Ağsəlimov. şikəstəsi. İfa edir 2-ci sinif şagirdi Quluzadə Nilay. Müəllim Lalə Hüseynova. Müşayiət edirlər tarda Nəbi Quliyev, kamançada Elnur Məmmədov, fortepianoda Musayeva Samirə, nağarada Çingiz Ağsəlimov.
Üzeyir Hacıbəyli, Cəngi ifa edir. Solo fortepianoda 10-cu sinif şagirdi Qədimzadə Malik və Qaraqarayev adına Mərkəzi İncəsənət Məktəbinin Xalq Çalgı Alətlər Orkestri. Bədii rəhbər Əhmədova Bəhrəm. müəllimlər, əziz şagirdlər, mən sizin hər birinizin müstəqillik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Arzulayıram bu azadlığımız, bu müstəqilliyimiz əbədi olsun. Yəqin ki, siz fikir verdiniz, biz konsertimizə Üzeyir bəyin əsəri ilə başladıq və konsertimizi Üzeyir bəyin də əsəri ilə sonlandırdıq. Bu böyük bir işarədir. Çünki bizim musiqi mədəniyyətimizin bünövrəsində məhz Üzeyir bəyin ruhu yaşayır. Odur ki, qoy yaşasın Azərbaycan musiqisi, qoy yaşasın Azərbaycan. Hər birinizi təbrik